Bu anı size Haşim, İranlılar var ya, o adı yaddan çıxar, Kadir yaddan çıxarmıyor. İranlılar bambaşqaydı. Bir sənə də gəlirdilər, Azərbaycan qəbirstanlıqlarını sökürür, aparırdılar. Aparatla, alüminyuma görə biz sement boşaldırdıq. İranlılardan biz çörək müsəlmanı, çörək istədi bizə vermədi. Amma Gürcü, uşaqlardan mən gələn olub ki, gəlməyib, Gürcü, İranlılarla orada spor elədi ki, sənin müsəlmanındır bu. O Gürcü bizə orada çörək verdi. Sement maşınına saldılar bizi. Sement boşaldırıb İranlılardan çörək istədi ki, bizə çörək verdi. Neçə gündə acıq. İranlılar da talana gəlmişlər. Talana gəliblər, sement boşaldırıq İranlıların maşınlarına. Bu istəyirəm ayaqqabı çəkən maşınlar var, sement var, bax elə maşınlardır. Əvvəl çıxırdı, bunun için nəfəs alırdı, amma İranlılar lüku bağladılar, ağzımız şey. Bizi oradan yer tapdı. Amma onu Gürcülər eləmədi. Gürcülər onu eləmədi. Gedirdi Ağdama, Xankəndi, Ağdama, Xocalıya, Fabrəvəndə, Azərbaycan başqa rayonlarında, İranlılardır. Azərbaycan qəbirstanlığında alimin bu vaxtda raşotkalar vardı. Raşotkaları, qəbirləri talan edir, ermənilər aparatla yoxluyurdular. Harada qəbrin baş tərəfi, yer varsa rahat qazılma, ağzında qızıl olan dişini, tetanı, məsələn, yoxlayıb çıxardırdı. İranlılar da başda olmaqla.